Salam, bu gün borş hazırlayıram. Əti yuyub qaynamağa qoyduqdan sonra soğanı, kökü, acı bibəri xırda-xırda doğrayıb yağda qovurmağa başlayıram. Sonra üzərinə 2 yemək qaşığı tomat pastası əlavə edirəm. Tomat pastası mən suda açıb sonra əlavə edirəm. Sonra bir dəstə cəfərini də əlavə etdikdən sonra 2 orta boy kələmi xırda-xırda doğrayıb qazana əlavə edirəm. Burada kələm çox görsənə bilər, amma bişdikcə azaldığı görəcəksiniz. Ağzını bağlayıram ki, yumuşalsın. Artıq burada yumuşalıb. Sonra isə üzərinə dəfnə yarpağı, turşu, ədviyyatlarını da əlavə etdikdən sonra ətini əlavə edirəm. Daha sonra ətin suyunu süzgəcdən keçirib yeməyə əlavə edirəm. Sonra isə kartofunu da əlavə etdikdən sonra bir orta boy çuğunduru da rəndədən keçirdib əlavə edirəm. Daha sonra 1 stəkan leçə əlavə edirəm. Siz leçə əlavə etməyə də bilərsiniz, amma inanın ki, çox gözəl borşa dad verir. Sonra ağzını bağlayıb 40-45 dəqiqə orta xodda bişirirəm. Artıq borşumuz hazırdır, servis edirəm. İnanın ki, qoxusu, dadı möhtəşəm idi. Evdə mütləq sınayın.